33.000 manat, bəli. 33.000 verirsən, sənə bir dənə 5 otaqlı ev bax. Ev adamla nə edir? Danışır. Həqiqətən çox gözəldir. 5 sotun içində əşyalı. Əşyalardan bir 50% qalacaq. Yəni bu qorxadır, yataq otağı dəstəridir, kombisi var, kukna mebeli var. 5 sotun içərisində belə bir ev tap. Day mən işləməyəcəm. Qutardım ki sənə. Yəni həqiqətən çox gözəl evdir. Qiymət ideal, 33.000 manat. O bir dənə burada çox böyük, bir dənə panoraması var. Bir dənə panoraması var. Mətbəx önündə var, necə gözəldir. Həqiqətən idealdır. Bir dənə buradan göstərək kamera sistemi. Evin hər bir hissəsinin, yanın, görəsin, hamısını kamera tutur. Yəni rahat buradan durub seyr eləyə bilərsən evin hər bir hissəsini. İndi keçək otaqlardan tanış olaq bir-bir. Burada bir yataq otağıdır. Buradakı bu qorxadır, o dəstlər qalacaq. Burada bir yataq otağıdır. Bu da qalacaq. Yəni görürsüz, bütün hər şey var. Qoşadaşdır, pəncərənin raşatkalarına qədər var. Yəni belə bir qiymətə sən heç yandan 5 otaqlı ev ala bilməzsən. 5 otaq. Burada da bir dənə yataq otağıdır. Bütün otaqlarda kombiner radiatoru, hər bir tərəfi qoşa daşdır. Buradan da gəldik. Ev çoxdur. Burası əşya çoxdur evin içərisində. Əşya doludur ev. Burada da detski otaqdır. Buradakı yataqdır, şkafdır. Bunlar da qalacaq. Ölçülər yaxşıdır. Qiyməti hamısından yaxşıdır. Tam məlumatı verin bir dənəsə. Sonra keçək çölü ilə tanış olaq. Çöl də gözəldir evin içərisi kimi. Qiyməti 33.000 manat ilk ödənişdən ümumi qiyməti düşəcək sənə neçəyə? Ümumi qiymət düşəcək sənə 46.000 manata. Nəqd eləsin amma. İndi gəl danışarsan. Nəqdə də biraz endirim eləmək olar yəsi ilə danışıb. İndi keçək bir dənə. Burada da bir dənə hamam sanuzelidir. Bu da təmirdir. Bütün aksesuarlar. Baxın necə gözəl təmiri var. Burada da bir dənə otaqdır. Ya necə istifadə edirsən elə. Bunlar indi belə istifadə eləyir. Balaca qonaq otağıdır da deyək. Bu balaca xudmani. Bu əslində girişdir, böyük girişdir, amma otaq kimi də istifadə edə bilərsən. Çıxıb bir dənə çölüdən tanış olaq. Bu da çöldən görünüşüdür. Həqiqətən ev ideal ideal. Nəyinə görə idealdır? Bax bir dənə elə zaboruna bax. Zaboru da kalondan tikilib. Çöl görkəminə bax. Ev olar belə 5 sotun içərisində. Bura bir evindir. Yəni necə? Bura bir xodundur. Orada da 2 sotdan yuxarıda torpağındır. 3 sot demək olar ki belədir. 2 sotda belə. Üzü bir dənə belə. Bir dənə də ev tikə bilərsən rahatlıqdan. Su baseynasına qədər var. Üstü düz deyil ha, paketdir. Bu qabaq hissə artırılmadır. Sonradan artırılıb pilləkən hissəsi. Yəni belə bir qiymət. Daşın da var həyətdə. Bir dənə də evin daşın verir sənə ki pay. Yəni bir dənə də ev tik. Ya da istəsən zaboru biraz da qaldıra bilərsən. Necə ki qaldırıb. Yəni istəsən o qaydada da qaldıra bilərsən. Yəni sən bugünkü gündə ala biləcəyin bu qiymətə maksimum respublikadakı ev, respublikadan söhbət eləmək budur. Sağ ol. Yeri yatdan çıxdı. Yerləşmə haqqında tam məlumat verim, sonra deyirsiniz ki, demir. Hökməli Qobi yolunda Meqastardan yuxarı qalxsan, əsas yoldan biraz aralıdır. Amma marşrut yoluna buradan arası 350 metr zad məsafədədir. 156 promo əcəm metrosunu işləyir. Sağ olun, var olun.